Deyirsən ki, Aysama eks qaça-qaça gəlib barışmaq istəyir, ayrılmışdıq, təzədən birləşmək istəyir. Deyirsən ki, mən indi könlüm bir damcı ondadır, hələ doymamışam. Görəsən barışsaq, mənim üçün xeyirlidirmi? Bunları deyirsənsə, gəl bu videoya davam edək. Tamam, hal-hazırda fikrindəki insan hansı enerjidədir? Sənin əlaqədar fikirləri nədir? Niyə barışmaq istəyir? Gəl baxaq. Hansı enerjidədir? Enerji olaraq tam olaraq aktiv hərəkətə keçmək enerjisindədir. Burada duyğusal enerji deyil. Burada daha çox belə deyim də hərəkət enerjisi var, aktivlik enerjisi var. Mən bunu eləyəcəm, mən bunu alındıracağam. Özünü belə nə bilim alçaq dağların da yox, belə uluca dağların belə sahibi hesab eləyir də. Elə bil ki, bu yaradıbdır da. Mən bunu eləyəcəm, mən buna çox əmin bir belə deyim də enerjidədir. Sənin əlaqədar fikirləri nədir? Sənin əlaqədar qərarsız fikirdədir. Yəni qarışıqdır fikirləri. Çünki ola bilsin ki, təklif edib sənə və cavab hələ verməmsən və gözləyir görəsən nə olacaq. Ölçür biçir də ki, bunu təkrar geri qaytara biləcəmmi? Sözlər vermişəm, görəsən inanacaqmı? Görəsən alınacaqmı? Niyə barışmaq istəyir? Niyə barışmaq istəyir? Bu insan səndən bir yalan gizlədir. Barışmaq istədiyinin əsl səbəbini gizlədir səndən. Çünki bu səni özündən daha güclü görür, daha aktiv görür və səni belə deyim də vpечатлitсебə, yəni səni təsirləndirmək üçün, sənin gözündə böyümək üçün belə bol-bol sözlər danışır ki, dəyişmişəm falan filan. Gəl baxaq, əsl səbəbi nədir? Səninlə barışmağının əsl səbəbi nədir? Əsl səbəbi nədir barışmaq istəməyinin? Barışmaq istəməyinin əsl səbəbi yenə deyirəm, bu münasibətdə elə bil ki, səndən ayrılandan sonra gedib başı daşdan daşamı dəyibdir deyim, gedib nə bilim axtarıb, görüm səndən ayrılandan sonra ümumiyyətlə başqasından yoxlayıbmı özünü, şans veribmi, denəyibmi? Biraz axtarışlar olub, görübdür ki, səndən yaxşısı yoxdur, yəni, belə deyim. Çox axtarmayıbdır da, prosta oturubdur, səbirlə gözləyibdir. Bəzilərində vəbşi oturub gözləyibdir ki, yox, bu addım atan deyil. Özü qayıdıbdır, belə deyim. Sənə yaxşısını tapmayıbdır. Məsələ budur. Səhvlərini başa düşübmü? Fikrindəki insan ümumiyyətlə sənə qarşı etdiyi səhvi dərk eləyirmi? Başa düşürmü? Başa düşmüş kimi göstərir. Yəni, sırf sənin emosional cəhətdən təsirləndirmək üçün başa düşmüş kimi göstərir. Başı daşdan daşa dəymiş kimi göstərir. Sırf bu dəqiqə mən burada bilirsən nə görürəm? Sənin ehtiyac olduğun sözləri deyir. Məsələn, sən ondan istəyirdin deyəsən ki, o desin ki, sən düz eləmişsən, sən düz deyirdin, səhv məndə olubdur, belə elə. Bu bir-iki sözləri deyir. Amma bu sadəcə səni təsirləndirmək üçündür. Gəl baxaq, barışsan, səhvlərini düzəldəcəkmi? Ona şans versən, sənə qarşı etdiyi səhvləri düzəldəcəkmi? Mən bunda səhvlərini düzəldə biləcək bir potensial görmürəm bu insanda. Mən sənə niyə yalandan deyim ki? Yox, çünki o özündə səhv görmür ki, düzəltsin. O sənə sadəcə sən eşitmək istədiyin sözlər deyir ki, barışasan, şans verəsən. Tamam, niyyəti nədir bəs? Niyə barışmaq istəyir? Niyyəti nədir? Sənlə barışmaqda niyyəti nədir yəni bunun? Niyyəti nədir bunun? Yenə deyirəm, niyyəti odur ki, bu axtarıb, səndən yaxşısını tapmayıbdır. Biraz da düşünür ki, sənə sevgisi var, istəyi var. Bunu düşünür, bunun olduğunu düşünür. Peşmançılığı olubdur, bəli. Çünki onun dediyi kimi olmayıbdır. Həm də ki, elə bil ki, bu, elə bil sənin ahımı tutubdur bunu, sənin qarğışımı tutubdur bunu. Nəsə başına bir iş gəlibdir də bunun, belə deyim. Nəsə sıxıntısı olubdur bunun. Sənə sevgisi varmı? Fikrindəki insanın sənə sevgisi, istəyi varmı? Gəl ona baxaq. Yox, həyatım, burada sevgi deyil. Burada sadəcə boşluqdan görübdür ki, boşluğunu heç kim doldura bilmir, təkrar sənə qayıdıbdır. Sadəcə budur. Barışsan sənin üçün xeyirlidirmi? Barışsan sənin üçün xeyirlidirmi? Onunla barışsan sənin üçün xeyirlidirmi? Barışsan yenə boşdan bir münasibət olacaq və barışsan, belə deyim də, sən çapalayacaqsan bu münasibəti stabilləşdirmək üçün. Bəzilərinizdə bəlkə də səbr eləsəniz, nə bilim, illərlə, bir neçə il düzələ bilərək, amma bir müddət sonra görəcəksən ki, bu o deyil. Bunun dengesi, bu dengesizdir. Bu sadəcə bu dəqiqə, çox boşluqda qalıbdır. Yeri yoxdur getməyə, tutaq ki, gəl barışaq. Gəl baxam yenə də. Ümumiyyətlə, barışsan,
Bu münasibətdə sənin gözləntilərini doğruldacaqmı fikrindəki insan? Gözləntilərini doğruldacaqmı? Mən bunda gözləntilərini doğruldacaq potensial görmürəm. Mən burada sən yenə də deyinə qalacağını görürəm də. Nə deyim yəni? Bəziləriniz özünə çox güvənən, əgər konkret olaraq özündən çox əminsənsə, sərt duruşunu göstərəcəksənsə, deyinə buna səbr eləyə bir yerə gətirib çıxardacaqsan. Prosta, yəni bəziləri deyir ki, neynirəm mən, belə deyim də, cəmaat tərbiyə verə bilməyibdi bu yaşa qədər, tutaq ki, mən buna tərbiyə verim, niyə düzəldim də, yəni luçu gedim tərbiyəsini tapım deyə düşünənlər də olacaq. Hələ də buraxmaq istəməyənlər və hələ də təkrar şans verənlər, mən onu düzəldəcəm deyib prinsipə gedənlər də olacaq. Mən sizə bir şey deyim, prinsiplə bir münasibət davam olmur. Prinsiplə ki, cəmaatın acığına mən onunla birləşəcəm, görəcəklər ki, yalvardı, gəldi, birləşdik, ayrılmadıq. Bir dənə bunu başa düşün ki, siz bunu cəmaata prinsip elədiyinizi düşünürsünüz, amma öz həyatınızı məhv edirsiniz. Əgər bu insan düzələn biri deyilsə, sizin səbrinizə dayanan bir ilişki olacaqsa, nəyə lazımdır yəni? Nəyə lazımdır? Axırı ayrılıq olacaq. Nə qədər də birlikdə olsan, nə qədər də barışsan, axır yenə ayrılıq olacaq. Ona görə bərbaşdan rəddələ getsin. Aldım, qəbul edim, ətrafıma baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.